Deməli uşaqlar bu gün mənə gələn pis yorumları oxuyacağıq. Bilirəm bu videonu çoxdan gözləyirdiniz. Axır çəkə bilirəm. Çünki bu yorumları tapmaq bayağı çətin oldu. Hardasa 30% özüm tapmışam. Yarısını Türkçəni kömək eləmədi. Ona da çox təşəkkürlər burada. Moderatörlərimdən biridir. Ən çox işimə yarayan moderatörlərimdən biridir. Bu gün görək bizə YouTube'da, TikTok'da və Instagram'da necə yorumlar yazıblar, necə pis yorumlar yazıblar. Getdik. Aydan Xalqı Verdiyeva yazıb ki, sadəcə insanların videolarına baxıb ray bildirərək video çəkir. Bunu normal insanlar kimi həmin videonun altına şərh bölməsinə yaza bilərsiniz də. Niyə bu qədər düşüşlük edirsiniz? Bax elə. Bu adam məsələn xanımdır deyəsən Aydan da adı. YouTube haqqında, content haqqında heç nə bilmir. Məsəl üçün sadəcə çox sadə bir dənə misal göstərmək istəyirəm. Bax bu kanalı görürsən. Bu kanalın 1.6 milyon abunəsi var və mənim elədiyimi eləyir. Daha məndən daha yaxşısını edir. Çünki çoxdan da bu işin içindədir. Səncə bu 1.6 milyon adam axmaqdır da. Bir sən mi ağıllısan ki 1.6 milyon adam bunu takip edir, bunu sevir, videolarına bu qədər baxır və ondan sonra sən çıxıb deyirsən ki, düşlük edirsən, sən gəlib bu elədiyini şərh bölməsinə yazarsan. Yəni bu haqqda heç məlumatın yoxdur. Sadəcə boş-boş yorum yazırsan. Sən ləzzət etmirsən, baxmaya bilərsən qardaş. İlgilənmiyorum deyirəm, buton var orada basırsan, çıxmırsan. Bir də sən qabağıma çıxmayacam. Yəni niyə özün bu qədər həziyyətə vursan ki? Qaqa sən nə xidmət edirsən? Güya yorum bildirsən cəmaatın videosuna. Çox lazımsız səhifən var, heç izlənmir. Get özünə iş tap. İzlənmir? Abi buna sən izlənmir deyirsənsə, yəni get özünə at sudan aşağıda. Yəni nə bilimsə. Azərbaycanda yaşayan problem bilirsən nədir? Bu kontent ümumiyyətlə Azərbaycanda çox azdır. Yəni ki bəzi səhifələr var ki, bu kontenti çəkəndə arada bir ayda ildə bir dəfə çəkirdilər deyə. Kontent o qədər də inkişaf eləməmişdi. İndi sırf mənim kanalım bu kontent üzərinədir deyə insanlara çox qəribə gəlir ki, qardaş bu nə var? Ne var la bu? Videoya baxır, reaksiya bildirir. Bu nə lazımsız bir şeydir ki. Yəni məsələn türklərdə məsələn Elren var, Rener var. Gedib onlara yorum yazan yoxdur ki, sən çox lazımsız adamsan, baxıb fikir bildirsən, get şərh bölməsinə yaz. Türklər bunu eləməz bəlkə də. Bizim Azərbaycan milləti belədir. Bizim Azərbaycan millətinin bundan başı çıxmır. Təəssüf ki, hamının mizahını sorğulayanda elədiyim mizah. Al işte. Hamının mizahını sorğulayanda elədiyim mizah. Qardaş, nə yazmışam? O hansı videodur? Dünyanın ən varlı insan videosu. Elədiyim mizah məncə kifayət qədər yaxşıdır. Ən azından düşüşsə və axmaqca deyil. Ən azından bir məna daşıyır da, başa düşürsən? Başqaları yumor məqsədi ilə söz atdıqdan sonra fərəz. Abi bu videonun nəyi pis idi? Bari o videonun 100% bu yorum yazan o videonun mənasını tuta bilməyib. O bir dənə söhbət var idi ya. Deyir ki, mən ilişmə. Nə edərsən? Ondan sonra Kobe Bryant deyir ki, o məni vura bilmədi. Yox, vurub əslində. O söhbət var idi ha. 100% o söhbəti başa düşməyib. Düşündürücülük var. Söhbət tutmayıb. Ona görə beləncə yorum yazır. Bilirsən niyə? O söhbətdə əslində o videoda deyilmək istəyirdi ki, Kobe Bryant normalda ölüb də bilirsiniz. O deyir ki, yumruğu vura bilmədi. Kobe Bryant deyir ki, yox, vura bilib. Yəni ki, bu adam ölüb, Kobe Bryant'ın yanına gedib. Ona görə o ona elə deyil. Ancaq yorumdaşlar heç biri bunu başa düşməyib. Axmaq yorumlar yazırlar. Sən öyle deyirəm sən. Məsələn, bu 31 söhbəti var idi. Məsələn, mən güldürəm sən 31 deyir güldürəm. O söhbətin. İndi ona açıqlıq gətirirəm. Bir yazıb ki, Azərbaycanda yumor səviyyəsi ölüb dırnaq içində. Mənim sözüm mənə deyir də. Güya ki, mənim üzərimdən deyir ki, Azərbaycanda yumor səviyyəsi ölüb. Qardaş, o videonun mənası bilirsən nədir? 31-in gülməli olması deyil, 31-in gülməli olmamasını tənqid eləməkdir. Yəni bunu başa düşmək bu qədər də çətin olmamalıydı. Təbii ki də bir rəqəm niyə gülməli olsun? Çünki bəzi ərgənlər var, bu rəqəmə gülürlər və bunun gülməli olmamasını tənqid edir bu video. Abi bunu niyə bu qədər çətinlik çəkirsə başa düşməkdir. Yəni çox TikToka baxmaqdan beyniniz yanıb. Sən öyle deyirəm. İncə deyəcəklər sən özün TikToka baxırsan. Qardaş mən video çəkmək üçün 30 dəqiqə baxdım, çıxdım getdim. Gün axşama kimi oturub kaydırmıram. iPhone insan olsaydı videosunun altına biri yazıb ki, bildik də iPhone'um var. Bak video baxıram, video fikir bildirməyim qardaş. Bu video mən niyə almışam ben video? Fikir bildirəcəm də təbii ki. Cırıq bir dənə 13'üm var. 13 neçədir? 700-800 manatdır da. Allah hamı ala bilər. iPhone 11 də iPhone'dur da. Deyək ki sənin üçün. Məsələn mən iPhone 11 işlədirəm. iPhone 11 işlədərəkdən də bu video fikir bildirə bilərəm də, düzdür? Sən bilmirsən ki mən hansı iPhone işlədirəm. iPhone 11 neçədir? 300-400 manata işlənmiş də. Təsiri yoxdur təbii ki. Bu nə məntiqdir də, bu nə yorumdur da. Yəni onsuz da indi hamı 500 manatdan aşağı telefon işlətmir də. Bu nə mənasız yorumdur ki yəni. Hamı iPhone 16 işlətmir ki. iPhone deyəndə sən ağlanınca 2000-3000 manat telefon gəlir yəni. O bir dənə video var idi. Bir dənə qaqaş deyirdi ya. Ay özünü səhv bilib düz eləyən qız, bütün oğlanlar tanıyırsan, sən kimi bilən şey var. Dəqiq bilmirəm nə indi hansı. Necə deyirdi dəqiq bilmirəm. Bir yazıb ki, bu qaqaş onsuz max bu tipdə videoya qəşənglik deyə bilərdi. O qədər bloqerin qəşəng videolarına qəşəng demişəm. Hə, məsələn İlkin Xəlildir, Rafinçdir, Məşki Şabakinskidir, İlkidir, sonra nə bilim Məhəmməd Əli Həsənovdur. Neçə fərqli videolar da məsələn başqa tanınmayan insanların çəkdiyi videolarında qəşəng video demişəm. Qəşəngsə qəşəng demişəm qardaş. Cavab deyir ki, bu qaqaş maksimum bu tipdə video qəşəng deyə bilərdi. Ancaq mən pis videolarımı görürlər, pis videolarıma fikir bildirirlər. Ondan sonra deyirlər ki, sən heç nəyi bəyənmirsən, ancaq gəlib belə şeyləri bəyənərsən deyirlər. Abi bu nə məntiqdir də qardaş. Pis yorum yazanlar özü bilirsiniz necədir. Bir dənə videomda yoxdur ya yorumlar. Görürsən 30-40 dənə videomda yorumları var. Elə bir abijnik qaldılar məndən. Deyirlər ki, yox qardaş mən bunu pis yorum yazmalıyam. Ləzzət eləmirəm. Sən mən ləzzət eləmirsən qardaş, sən mən ləzzət eləmirsən. O günlərdə bir dənə qaqaş var idi. Bilmirəm bir ay əvvəl falan idi. Yazmır deyəsən. Sən bir də video çəkmə, sən bir də video çəkmə. Bir də yorumlarda yazmışsan bir də video çəkmə. Mırtıydı sən. Xəyanət bağışlanmalıdır. Deyən bir dənə qadın var idi. Bilmirəm yadınızda da o video yox. Bir yazıb ki, xəyanət etməyən kişi var. Olsa da belə 5%-dən artıq deyil. Abi bu nə məntiqdir də? Tanıyırsan qardaş. O qədər kişini tanıyırsan sən. Mən də sən o qədər kişini tanıyıram. Hamısını görmüşəm, tanıyıram. Gəlir ki 5%-dən artıq deyil. Ayda sən gördüklərini elədi deyə hamısını aid edə bilmərsən bunu. Axmaqca yorumlar da sən öyle deyirəm sənə. Bu olan elə bilir tək yumor edə bilən, tək mizahı olan budur. Mən yəni
sübut göstər ki, hansısa videomda demişəm ki, mən yumor eləyirəm, mizah eləyirəm, məndən yoxdur. Belə bir şey dediyimi göstər də, göstər qardaş. Heç mən bunu demişəm. Ay, səhifəmin açıqlamasına belə yazmışam ki, yumor səhifəsi deyiləm. Mənim videolarıma gülən insanlar belə o aramızdakı səmimiyyətdən əlaqədar olan bir şeydir. Başa düşürsən? Mən özümü gülməyə olmağa çalışmıram. Özümü gülməyə olmağa çalışsam bilsən nə edərdim? Açardım bir dənə videonu, 20 dəfə baxardım, onu gülməli bir dənə bir şey fikirləşərdim. Onu deyərdim ki, gülməli olmağa çalışardım. Mən random şəkildə videoları açıram. Nə gəldi ağlıma ilk nə gəlirsə onu deyirəm. Vəsə çıxdı getdim. Mən olsa oturub 5 saat fikirləşməmişəm. Oyda qardaş. Mən buna nə desəm gülmə olar, nə desəm ki, zamanla xoşuna gələr. Mən belə bir dərdim yoxdur. Videonu açıram. Nə beynimdən keçirsə onu deyirəm, çıxdı getdi. Bu videonu bəyənməməm sən son dərəcə normal deyil. Sırf qızdılar deyə onların tərəfində durmaq məcburiyyətində deyilsən. Bu çox axmaqca bir şeydir. Bu olan danışmaq üçün danışır. Bax yenə məsələn, bax bu da bir qızdır məsələn. Sırf bir dənə qıza bir söz demişəm deyə buna ləzzət eləmir. Buna görə də elə bir şey deyil. Başa düşürsən? Yəni ki, məni sevməyənlərdəndir. Mənim haterim çoxdur TikTokda. Həqiqətən məni sevməyən çoxdur. Qardaş pisdirsə pis deyirəm, yaxşısı yaxşı deyirəm. Mən yeri gəlib qızların videosunda yaxşı videodur, qəşəng videodur, gülməli video dediyim də olub. Oğlanlarınçına da gülməli video deyil dediyim də olub. Ancaq sən gəlib ancaq qızların videolarına yorum yazdığımı görürsən, fikir bildirdiyimi görürsən. Onsa gəlib bəyənsə gizli fikirlər bildirsən, yəni yorumlar yazırsan. Bir yazıb narahatçılıq verirsən. Narahatçılıq verirəm. Çolaq deyilsənsə əgər, girsən profilə, orada 3 nöqtə var. Orada engellə var. Basırsan ona, bir də çıxmıram qabağa. Yəni bunu mən sizə deməliyəm. Yəni çolaq deyilsənsə get bunu elə də. Yəni yazıb çox gülməlisən. Qardaş yaxşı, gülməli deyiləm. Yaxşı, gülməli deyiləm. Okey. Gülməli deyiləm. Baxma. Baxma qardaş. Səni tutmuşam elə bil. Qardaş, kim tutub ki, baxmazam. Buna baxacaqsan qardaş, gülməli deyil, baxmaq istəmirəm. Budur yəni. Kimsə başından tutub ki, sən fərəzə baxacaqsan. Sən çox sevirəm, ancaq bunu deməliyəm. Özün belə yumorlar pislərdin. İndi özün seçirsən, hər zaman düzsən. İndi bu mənim takipçimdə ancaq mənə belə bir yorum yazır. Yumor eləyənləri pis deyirəm. Pisləyə bilmərəm ki, yəni. Özüm çəkə bilmərəm ki, yəni qardaş mənim səhifəmdə nə istəyirəm çəkərəm. Bunun kimə təxlisi var? Mən çat bu söhbət mən çatmır qardaş. Çəkmişəm acaba bilməmişəm. Mənim səhifəmdə istəyirəm lap nə bilim divar çəkib paylaşıram. Bu mənim səhifəmdə özüm bilərəm. Sənə dəxlisi var ki. Sözüm qaqaşı deyilən. Qaqaş tənqid məqsədini yazıb, buna görə ona demirəm. Ümumiyyətlə deyirəm. Kimsən ki, sən özünü nə sayırsan? İnan ki, 13-14 yaşlı erkən qızlardan başqa heç kimin vezinə deyilsən. Özünü çox görən aparma. Gəlib bizə belə bir fikir bildirir. Əmin ol, özü də 13-14 yaşında bir uşaqdır, qızdır. Bu zarafatı məsələn, bu Kobe Bryant videosu həqiqətən düşünülmüş bir zarafat idi. Sən gəlib gizli yorum yazırsan ki, bu videonu başa düşməyibsən. Sən bu videonu başa düşməyibsən. Əmin ol mənə, sən bu videonu başa düşməyibsən. Sən öyle deyirəm, başa düşməyibsən. Ya boş-boş sən ləzzət eləmirəm, sırf sən ləzzət eləmirəm deyə, sırf bəzi qızların videolarına gülməli deyil demişəm deyə sən ləzzət eləmirəm. Buna görə sən gəlib belə yorum yazırsan. Çox normal, sən başa düşürəm. Qaqa, belə videolar çəkmə, sən get Reels'ə bax. Məsələn, mən də bəzi sevmədiyim YouTuberlar falan var da, məsələn, indi adını çəkməyəcəm də, sevmədiyim insanlar var. Mən gedib onlara yorum yazmıram ki, sən video çəkmə. Qardaş, mən sevmirəmsə, baxmaram, qurtardı getdi. Bunun fikirləşmək bu qədər çətin olmamalıdır da, yəni YouTube'da çıxır qabağa, ilgilənmirəm basırsan, bir də çıxmır. Ya da nə bilim TikTok'da çıxır, engelləyirəm, bir də çıxmır. Məsələn, çox TikTok'u məsələn 15 nəfər engelləmişəm də, məsələn, yumor videoları xoşuma gəlmir, ya da ləzzət eləmir, səmimiyyətsiz gəlir, engelləmişəm. Gəlibsən bekar kimi belə videolar çəkmə deyib əmr eləmə, yəni bu nə deməkdir, yəni bu nə məntiqəcə başa çıxır da, yəni. Sevmirsən baxma, qurtardı. Qaqa, sən tepki videolarını yaxşı edirsən, belə videolar sənlikdir. Bir yerdən başlamaq lazımdır, düzdür. Yəni bu qədər qısa video çəkən adam var. Niyə mən də onlardan biri olmayım ya da kanalımı inkişaf etdirmək üçün belə videolar lazımdır. Yaxşı da izlənir bu arada. Biri 500 min izləndi, biri 400 min izləndi, 100 dən çəkdiyimiz 400 min izləndi, 300 min izləndi. Yəni pis video bu qədər izlənmir. Əmin olun məndən bu qədər izlənmir. Kimə ki maraqlı deyil, axıra qədər izləyib ki, bu videolar bu qədər izlənir. Sən atdığın video 5-6 nəfər baxıb, çək bir dənə at görmə nə qədər izlənir. Sən canın. Onlara ləzzət eləmir. O görə belə neçə yorumlar yazır. Öz düşüncələri, öz fikirləri deyil bunlar. Sadəcə onlara mən ləzzət eləmirəm deyə ümumiyyətlə video söz atırlar ki, sən beləsən. Hə, yaxşı sus. Not qız oğlan dostluğu. Bu da yəqin şeydir, 7-8 dənə oğlan dostu olub, onlardan ilgi alan bir dənə qızın biridir. Acaba belə görməz. Nəysə, çox da bir şey deməyə ehtiyac yox yəni. Sus deyirsə zaten bunun maksimum bir 10 yaş olduğuna əminəm. İlk dəfə haqsızsan. Bu mənim tariflərimdən biridir yəqin. Yenə oğlan qız tozluğu. Çox ilişir sizə bu söhbətlərə. 20-25 yaşında gələndə başa düşərsiniz mən nə deyirəm. Zarafat deyirəm. Uşaqsınız hələ, bu şeylər üçün uşaqsınız. Oğlan dostum yoxdur, amma hamı öz adına danışsın. Başqayı adına danışma. Çoxunun necə olduğunu bilmək çox da çətin deyil və çoxu belədir. Zaten çoxun hamısının adını danışmamışam. Genəlləmə eləməmişəm mən heç vaxt. Mən zaten maksimum demişəm 90% belədir. Normal qız oğlan dostluğun apara bilənləri var. Məsələn, mənlə Raysan məsələn, qrup yoldaşım. Mən ona heç vaxt o gözdən baxmaram da, başa düşürsən? Bunu mən də bilirəm, bunu o da bilir. Mən çünki özümü tanıyıram. Çoxu. Yəni misal gətirməyim, kimsə adını çəkə etdim burada çəkməyəcəm deyə. Çoxu yanıq oğlanlardır deyə. Bu qızların da anlatışırlar ki, ya dost gözü ilə, bəlkə nə vaxtsa alınar gözü ilə damla düşən oğlanlardan ibarət. Çoxu. Qaqa, sən bu videonu çəkib izah eləməsən biz başa düşməyəcəyik ya. Əmin ol, sən bu yorumu yazıb beyin səviyyəsindəsənsə, bəlkə də həqiqətən mən başlamasaydım sən o videoyu başa düşməzdin. Bax, bir dənə söz var, sənin nə qədər. Bu da hansısa bir qızın yumoruna söz dediyim videoydu. Videonu paylaşırlar, elə bilirlər ki, videoda bundan da qurtardı. Sən o videonu hər kəs açıb paylaşırsansa əgər, digər insanların bunun üstündə tənqid videosu çəkməyə haqqı var. Yəni, əgər sən bu videolara fikir bildirməsini istəmirsənsə, get şəxsiyyət. Başa düşürsən? Əgər məsələn mənə də yazırlar. Mən heç vezimə deyil, prosta boş-boş yazırlar, boş-boş danışırlar məsələn. Mən ancaq eşitib bir şəkildə mən xoşuma gəlməyən deyirəm ki, mən xoşuma gəlmədi. Yoxsa sırf qızdır deyə kiminsə tərəfində durmuram. Sırf oğlan
oğlandı deyə kiminsə tərəfində durmuram. Başa düşürsən? Mənim də cinsim oğlandır da. Girib axmaqca video çəkən o qədər oğlan var ha. Girib demirəm ki, sırf oğlan deyə, "Ay zorsan, sən qəşəngsən." Ancaq sırf qızdı deyə pis video çəksə belə qızlar onun tərəfində dururlar. Axmaqcasına. Bu elədiyi çox səhv bir şeydir. Həqiqətən. Bu qaqaş Mehman Hüseynova oxşuyur. Ola bilər. Bu pis yorum deyil axı, bu niyə oldu? 31-ə güləcək yaşda deyilik burada. Ay Allah, ay Allah. Bax biri daha. O videonun da mənə gəldiyini başa düşməyən bir insan daha. Yəni belə bir yaşayış yoxdur. Yaşayışınız yoxdur. Sizin zarafasız deyirəm ha. Videonu başa düşməyib giz yorum yazma nə var? Bu da bir videonun içinə 5 dənə video qoyur. Deyir uzun oldu. Videom uzun olanda da baxılar. Nə deyir ola o? Amma bədbax fikri bildirməyə ehtiyac yoxdur. Nə danışır bu sən canım? Video məndir. İstəsəm də 5 dəqiqə eləyərəm, istəsəm 20 dəqiqə eləyərəm. Məsələn videonu çəkirəm məsələn indi 20 dəqiqədir. İndi bilmirəm videonun neçənci dəqiqəsi. Məsələn videonu çəkdim mən. Ondan sonra mən ən maraqlı gələn qismləri saxlayıram. Qalanlarını çıxardıram. Videon sırf uzun olmaqdan səbəb gedirdisə, nə gəlir random şəkildə bütün videoları qoyardım. Ancaq mən videoları hamısını bir-bir seçirəm ki, video maraqlı olsun. Salam abi, məncə artıq öz içəriklərini hazırla. Onun bunun videosuna baxaraq həm videonun əsl sahibindən çalmış olursan, həm də özün telif verirsən. Məncə artıq öz içəriklərini hazırla. Belə çox önə gedə bilməyəcəksən, uğurlar. Yəni bayaq göstərdiyim misalı indi göstərmək istəmirəm. Bu kanaldan söhbət gedir də. Abi adamın 1 milyon 600 min abunəsi var. Sən nə danışırsan? Sən canım. Hara girə qabağa girənməsən? O videonun əsl sahibindən çalmış olursan. Videonun hamısını Azərbaycanlı bloqerlərin hamısının məndən xəbəri var. Sən xəbərin var. Çalmaq deyil bu. Başa düşürsən bunu? Hamısına icazə almışam. Azərbaycan bloqerlərin hamısına icazə almışam. Telif yersən. Telif yediyim Aykut Elmas idi. O da YouTube otomatik atmışdı. Getdim özümlə danışdım, özü də dala çəkdi. Yəni problem eləmirlər də, bunu başa düşürsən. Bunun da bir içerik olduğunu başa düşmürlər. Elə bilirlər ki, video oğurluyursan. Video oğurlamaq bilsən necə olur? Bəzilərini görmüşəm bu arada. Belə bir sənə də mən buradayam. Video qalıb burada. Video keçir, baxıram lom kimi belə ekrana. Bütün videolar keçdi, hamısı qurtardı. Ondan sonra sağ olun uşaqlar getdik. Bax bu video oğurlamaq çünki mən heç bir fikir bildirmirəm. Qardaş, mən orada videoya baxıram, videonun başını danışıram, ortasını danışıram, axırında danışıram. Sən hələ də mənə cavab deyirsən ki, videolarını çalırsan, bir boş video çəkirsən, öz içərikləri hazırla deyirsən. Okay, bu tənqiddir sən yazdığın. Deyirsən ki, tənqid videosu çəkmədən onu deməyə çalışırsan. Prost qardaş, bu da bir içərikdir, başa düşürsən? Öz içəriyimdir bu. Mən fikir bildirəmsə, oradakı fikri mən bildirəmsə, bu şey mənim içəriyim olur, mənim fikrim olur, mənim videom olur. Bu nöqtə videoları nöqtə çəkmə nöqtə get nöqtə gedən nöqtə zibli nöqtə çıxır nöqtə. Bunun böyük ehtimal 45-46 yaşı var, hə? Özünün də heç nə elədiyi haqqında bir fikri yoxdur. Gəl mənim videolarıma. Məsələn, bayaq dediyim söhbətdə məsələn, mən kimsə sevmirəmsə, gəlib videosunun altına yazmaram ki, çəkmə. Çünki mən ona həm videosuna girəndə xeyir verirəm, həm də yorum yazanda xeyir verirəm. Ancaq bu axmaqlar başa düşmürlər ki, bu yorum yazana mənə xeyir vermiş oldular da. Yəni bunu çatmayacaq qədər axmaq insanlardır həqiqətən pis yorum yazanlar. Pis yorum yazanlar hamısına aiddir bu arada. Və əsas modeli heç yaraşmır məncə. Ola bilər bu okey bir şeydir. Qaqaleşdiri açıq deyilsən, niyə YouTube çəkirsən? İndi sənə hər söz atana cavab verəcəksən. Mən hər söz atana deyəndə ki, bunun şey yazıb yəqin o. O bir dənə qız var idi, cavab video çəkmişdi ya güya. Ona deyir yəqin ki, qardaş, belə bir qız gəlib ağzına gəlib boş-boş danışıbsan, mən də onun haqqınca cavabını verib və öz izlənməyimi də yığaram. Qurtarıb getdi. Bu xiyara başa sal ki, gülməli deyil. Biri bu xiyara da başa salsın ki, kim dedi ki mən gülməliyəm? Kim dedi ki mən gülməli olmağa çalışıram? Bu xiyara da biri bunu başa salsın. Kaş Türkan bunu adınızı blurlamaz deyə zibiladım paylaşıb bunu. Nəysə. Sən heç kim yumorunu bəyənmirsən, səninki çox əladır. Hə, əladır. Əladır. Yumorum əladır. Hə, nə oldu? Nə oldu? Hə, əladır da yumorum. Çox zordur yumorum, qardaş. Hər videomu sırf yumor üçün çəkirəm, cəmaatı güldürmək üçün çəkirəm. Cəmaat gülməyəndə də pis oluram. Belə çıxıq yorumlar gələndə də pis oluram. Nə oldu, ləzzət elədi sən? Bunu eşitmək istəyirsən? Çox gözləyirsən, yəni başa düşürsən? Dünya bu qədər izlənir. Bu videoları özümüz də izləyə bilərik də. Sənin beynin o qədər çatmaz da bu videoların niyə bu qədər izləndiyi başa düşürsən. Sən ancaq o gözlə baxırsan ki, sırf videonu paylaşır, bir ki özün qoyur, vəsə bedavadan izlənmək hazır. İnanırsan, o videonu sırf özün yükləsən harasa, o video izlənməyəcək. Çünki mən varam orada, mənim fikrim var orada. Mənim fikrimə görə insanlar izləyir, mənim fikrimə görə like atırlar. Sənin başın, zəkan bura qədər çatmır. Ona görə də sən ora qədər düşünə bilmərsən. Kanka alınmır, o deyilsən. Bu çox yazırlar bunu. Bir də yazmışdı ki, qaqa, özü zevs oxşatma çalışırsan, o deyilsən. Bu hardasa bir 5000, 10000 abunəm olanda yazırlar bunu. İndi görmürəm, səbəbi isə taysiyum çox olmasıdır. Görürlər ki, alınır. Bu yazmağa tutduqları çatmır da, başa düşsən. Qaqa, sənin bu tepki videolara baxıram, çoxsundan hamısına xəbərin var, amma xəbərin yoxmuş kimi aparsan. Yəni sən öl deyirəm. O da elə. Xalam oğlun 8 yaşı var, soruşsan kimdir Georgina deyər. Hə, demək istəyir ki, Georgina'nı niyə tanımadığım haqqında bir dənə yorum yazıb ki, necə olur ki, sən Georgina'nı tanımırsan. Mən futbola baxan deyiləm. Sən heç bunu fikirləşə bilmədinmi ki, mən futbola baxan deyiləmsə, niyə Ronaldo'nun arvadını tanıyım ala? Ronaldo'nun arvadını tanımaq məcburiyyətindəyəm mən. Məsələn, yolda bir dənə random bir dənə adam tut məsəl üçün. Buna baxmayan, dəxlisi olmayan bir adamdır. De ki, Ronaldo arvadının adı nədir? Ronaldo arvadını hardan bilsin o? Hardan tanısın o? Mən də bilmirəm, mən də tanımıram. Bu o deməkdir ki, mən videoya əvvəlcədən baxmışam. Bu ehtimalı ağla gətirmirsən sən yəni. Əvvəlcədən baxırsan deyə. Videoları mən bilsin istəyirəm. Mən videoya baxıram. Məsələn, mən atılan videolar çox vaxt götürəndə qurban olum millətin. Videonun bir dənə girişinə baxıram. Deyirəm ki, hə, 2 saniyə baxıram. Deyirəm ki, hə, bunu videoya almaq olar. Tak götürdüm. Axıra qədər baxmıram. Sadəcə 2 saniyə baxıram, videonu alıram. Qayd edirəm, ondan sonra videoya baxıram. TikTok keşfiyyətimdə, Instagram keşfiyyətimdə ya da sizin mən atdığınız videolar seriyasındakı videolardır. Heç birinə əvvəlcədən baxmıram. Random şəkildə qabağıma nə gəldi baxıram. Başa düşürsən? Təbii mənasız olaraq sən əvvəlcədən baxdığın
videolar təzədən oradan təzədən baxma. Çox sağ ol. İndi sənin kimlərdən uzaq durma. Sağ ol. Belə fikirləşsən həqiqətən məndən uzaq Allaha yaxın ol deyirəm və bu videonun sonuna gəlirəm. İnşallah bu videodakı yorumlar zaten çoxu bəlli olduğu kimi paxıl və məni sevməyən ya da qısqanan insanlarla doldu. Həqiqətən pis yorum yazanlar ümumiyyətlə sən bir insan sevmirsənsə, yorum yazıb ona xeyir vermərsən. Əgər ağlın varsa, bu işdən başın çıxırsa ki, sən ona yorum yazan sonra xeyir verirsən, etkiləşim qazandırırsan. Gedib bunu yorum yazmarsan axmaq kimi. Ancaq buradakı axmaqların hamısı mənə xeyir verib yorum yazıblar və özlərində bir şey zənn ediblər ya da mənə zərər verdiklərini bir şeylər. Bunu deyirəm ki, heç vaxt paxıl olmayın inşallah. Heç vaxt kiminsə uğurunu qısqanmayın. Özünüz də bir şey eləməyə çalışın. Əmin olun daha çox qabaqcıl edəsiniz. Bunu deyirəm və bütün pis yorum yazanların hamısına çox təşəkkür edirəm. Mənə bu videoya kontent çıxartdığınız üçün. Gələcək videoda görüşmək üzrə.